Əziz xanımlar, bugün sizə kandilomaların müalicəsi haqqında məlumat vermək istəyirəm. İlkin olaraq demək istəyirəm ki, kandilomalar genital nahiyədə olan zeyillərə deyirik. HPV virusunun aşağı risk qrupu olan 6-cı 11-ci növü 90% halda kandilomanın səbəbidir. Sürətlə artma, yayılma xüsusiyyətinə malikdir və kandiloma olan zaman nə etməliyik? Əlbəttə ki, ilkin olaraq müayinələr aparılmalıdır. Çünki aşağı risk qrupu varsa, bu yüksək risk qrupu haqqında da məlumat verə bilər. Ona görə də HPV-nin genotip analizini götürməsi, kolposkopiya müayinəsinin aparılması çox önəmlidir və daha sonra təbii ki, müalicələr edirik. İmmun sistemimizin artırması, kandilomalara, HPV-yə qarşı müalicə və təbii ki, lazer müalicəsi. Həqiqətən də lazer aparatımız kandilomaların müalicəsinə möcüzəvi effektlər verir. Bu müalicə üsul vasitəsilə kandilomaları geri qoya bilirik və onların resivlərinin qarşısını ala bilirik, qayıdışlarının qarşısını ala bilirik. Peyvət də burada bizim köməyimizə gəlir təbii ki. Ona görə də əziz xanımlar, əgər sizdə də belə durumlar varsa, mütləq müayinə olunun. Çünki kandilomalar sürətlə artmaq, yayılma xüsusiyyəti ilə fərqlənirlər.